Salam əziz tamaşaçılar, sizinlə Misra verilişinin növbəti buraxılışında görüşməyimizə şadıq. Verilişimizin bu dəfəki buraxılışında əruz vəzinli şeirin gələcəyi haqqında danışacağıq. Qonaqlarımız gözəl şair, ədəbiyyatşünas Araz Əfəndi və gələcəyin ədəbiyyatşünası Filologiya Fakültəsinin 3-cü kurs tələbəsi, gözəl qəzəlxan şair Əli Məliklidir. Xoş gəlmisiniz. Sağ olun. Çox sağ ol Kamal. Çox sağ olun dəvət elədiyiniz üçün. Mən təşəkkür edirəm ki, dəvətimizi qəbul elədiniz, gəldiniz. Araz, ilk sualı sənə vermək istəyirəm. Elə ikiniz də cavab versəz pis olmaz bu suala. Ümumiyyətlə, gələcək deyəndə hamının təxəyyülündə nəsə bir mənzərə canlanır. İstəyir bu maddi amillərdən ibarət olsun, istəyir mənəvi amillərdən ibarət olsun, istəyir bir vəziyyət olsun. Hamının təsəvvüründə nəsə bir mənzərə canlanır gələcək deyəndə. Əruz vəzinli şeirin gələcəyi deyəndə sənin təsəvvüründə canlanan mənzərənin hansı müsbət və hansı mənfi cəhətləri var? Çünki sən həm də özündən kiçik şairlərlə çox ünsiyyətdə olursan, onların nəzərindən gələcəyi təxmin eləmək olar ki, onlar gələcəyin ustad şairləridir axı. Gələcəyi təxmin eləmək olar ki, hansı istiqamətə yönələcək əruz vəzinli şeir? Çox sağ ol sualıma görə Kamal. Bu əslində çox şaxəli sualdır, ancaq mən bu suala iki müstəvidə cavab vermək istəyirəm. Birinci müstəvidə ümumi olaraq şairlərin vəhdətdə olması ilə əlaqədardır. Məlumdur ki, bugünkü dövrün şairləri bir qədər pərakəndə şəklində fəaliyyətdədir. Bununla paralel, yəni dövrümüzdə bir çox gənc yazıçı şairlər var ki, onlar da diqqətdən kənarda qalıb. Mən düşünürəm ki, mümkün olduğu qədər gənclərə yol açıb və gəncləri istiqamətləndirərək bu yolu daha da genişləndirmək olar. İkinci müstəvidə isə bu məsələnin sosial tərəfidir. Sosial tərəfi bu mənada ki, yəni bu məsələlərə dövlətimiz də mümkün olduğu qədər qayğı göstərməlidir. Həmçinin dərsliklərdə, məktəblərdə müəyyən formada bunun tədrisi olunmalıdır ki, yəni bu klassiklərimizdən bizə miras olaraq qalan bu elm, bu şeir növü itib batmasın. Yəni, həmən mənzərəni necə görürsən? Gələcək bu sadaladığın məsələlər öz əksini tapmasa, gələcəkdə əruz vəzinli şeir tamamən itmək təhlükəsində görürsən bunu, yoxsa müəyyən zəif cəhətləri olar? Gələcəyi necə görürsən? Müsbət və mənfi tərəfləri. Arazın fikirlərindən mənim də fikirlərim üst-üstə düşür. Yəni bir xalqın ədəbiyyatının inkişafı, mədəniyyətinin, mənəvi əxlaqi dəyərlərinin inkişafı onun ən çox təhsili ilə bağlıdır. Çox önəmlidir bu. Yəni bir xalqın təhsili yoxdursa, o xalq nə ədəbiyyat cəhətdən, nə mədəniyyət cəhətdən, nə əxlaq, nə mənəviyyat cəhətdən inkişaf eləyə bilməz. Yəni biz bugün əruz vəzninin tədris metodikasını məktəblərə, orta məktəblərə, ali məktəblərə daşımalıyıq ki, şagirdlərimiz də bugün Leyli Məcnun əsərini oxuyanda onu ritmdən oxuya bilsinlər. Hətta mən özümdən misal çəkirəm. Məktəb vaxtı müəllimə sual verirdi ki, müəllim, bu necə oxunur? Yəni oxuyuram da qarışıq bilmirdi. Necə oxunur? Müəllim özü belə oxuya bilmirdi. Və indi universitetdə müəllimə sual verirəm. Deyirəm, failatun, məfalun, təfillərdən danışıram. Müəllim deyir ki, buna danışır. Əvvəl ədəbiyyat müntəxəbatda var idi, indi yoxdur, çıxarıblar. Var əslində, amma Dostoyevskiyə 500 səhvə yer verirlər. Viktor Hugo'ya, Dostoyevskiyə, Lev Tolstoy'a əsərlərinə daha çox yer verirlər. Əruza verirlər bir səhvə yer. Ona görə də
Əruzun gələcəyindən danışmaq biraz absurd gəlir adama. Yəni Əruz belə getsə, əgər təhsilə daşınmasa, inkişafı getdikcə yavaşlayacaq, dayanacaq. Müəyyən bir yerlərdə qalacaq. Necə ki, indi bəzi ədəb məclislər var, biz gedirik, ustadların başına yığışırıq. Onlar da sağ olsunlar ki, bu sənəti ayaqda tutmağa çalışırlar. Mən belə düşünürəm. Bir qədər bədbin yanaşırsınız ikiniz də. Belə başa düşdüm mən. Əslində Xüsusiyyət cəhətdən, bağışla üzr istəyirəm, sözü kəsirəm şair. Xüsusiyyət cəhətdən Əruzda inkişaf yəni çox tez gedir, çox böyükdür. Əruz xüsusiyyət cəhətdən getdikcə inkişaf edir. Yəni əvvəl sıx izafət tərkiblərindən istifadə edirdi şairlərimiz, klassiklərimiz və ya başa düşülməyən sözlərdən istifadə edirdilər. Amma indi o getdikcə bizim qəzəllərimizdə, şeirlərimizdə, poetik əsərlərimizdə getdikcə azalıb yoxdur. Əruz xüsusiyyət cəhətdən inkişafa doğru gedir, yeniliklər gəlir. Məsələn, bugün İlqar Fəhmi olsun, elə sən Kamal Hüseynzadə, Araz Əfəndi, Arif Buzovnalı öz qəzəllərində, şeirlərində məsələn təfilənin axırına bir təfilə də əlavə edirlər. Qeyri-adi bir şeir çıxır ortaya, maraqlı, şirin alınır. Yəni xüsusiyyət cəhətdən Əruz getdikcə inkişaf edir. Amma yayılmır da. Yəni vətəndaşlar arasında, cəmiyyət arasında yayılmır. İstedadı olan şəxslər də yayılmadığı üçün bundan xəbəri olmur. Onun da istedadı batıb gedir. yəni məktəblərdə şeirin nə olduğu öyrədilsə, zövqlər normal inkişaf eləyər və vətəndaşlarımız da, xalqımız da zövq əhli olar. Buna görə də yaxşı şairlər dəbdə olar və yaxud yaxşı janrlar dəbdə olar. Bu barədə mən də sizinlə həmfikirəm. Amma Araz bayaq vəhdət qeyd elədi, şairlərin vəhdəti. Ümumiyyətlə həyatda vəhdət ən mühüm amillərdəndir. Bir iş var ki, ideologiya insanları adətən daha rahat vəhdətə nail ola bilirlər. Çünki bir ideya olur, o ideyanın ətrafında birləşirlər. Şairlər isə ideya insanları olur. Çünki şair ideologiya insanı olsa, o nə dərəcədə şeir yaza bilər. Mənfi, müsbət, düzgün, əyri, hər nə olsa şairin müəyyən qədər öz fikirləri olur, öz ideyası olur. Nə dərəcədə mümkün görürsən şairlərin o sənin qeyd elədiyin ideal vəhdətini. Çünki tarixə də baxanda görürük, məsələn, Məclisi Üns olub, Məclisi Fəramuşan olub, 19-cu əsrin axırlarında baxanda bir-birlərinə necə həcvlər yazırlar. Mən deyək ki, indiki şairlərin hətta pisinə də şükür edirəm ki, bir qədər hörmət var, hətta münasibətlər korlananda belə o yerə gedib çatmır. Ədəbiyyat adamları ədəbi qoruyub saxlaya bilir ən azı bir-birindən. Düzdür, bizim həddimiz deyil böyük şairlər haqqında nəsə demək, amma bir məsələ də var ki, onları ibrət kimi götürəndə cavanlar da deyir ki, o boyda ustad, şair, dahi, söyüb o birisini, mən niyə söyməyim? Buna görə müəyyən qədər tarixin özünə də tənqidi, bəlkə yanaşmaq doğrudur ya yanlışdır. Elə sualı da bunun üzərində qurmaq istəyirəm ki, tarix deyirlər güzgüdür. Tarixdən neyi götürmək, neyi götürməmək və yaxud tarixdəki hansı amillərə tənqidi yanaşmaq lazımdır, hansıları təriflə, bəhbəhlə mənimsəmək lazımdır ki, gələcəyimiz parlaq olsun. Başa düşdüm. Ümumi olaraq Sovet dövrünü götürəndə Hacı Mail Məclisindən bugünkü günümüzə kimi ümumi olaraq tədqiqat aparanda bu nəticəyə gəlirəm ki, hər 10 ildən bir yeni gələn şairlər özlərindən öncəki şairlərdən dəfələrlə güclü olur. İndi ola bilər ki, Seyid Əzimin yaşadığı dövrlə bu Sovet dövründə bir çox qədər interval var. Ancaq Sovet dövründən bugünkü günümüzə kimi analiz edəndə görürük ki, yəni ki, hətta bizim özümüzdən belə daha aktiv, daha
inkişafa meyilli gənclər yetişir. Məsəl üçün buna nümunə olaraq bir çox gənclər var. Yəni adlarını sadalaya bilərəm. İsa Salim, Əli Heydəri, Anar Oğuz, Riyad Əli və xüsusən bu gənclərin içərisində bir nəfər var ki, Novfəl Arazidir. 14-15 yaşından əlaqəm var bu gənc şairlə. 14 yaşı olmasına baxmayaraq Əruzun Müzarə kimi, Müctəz kimi lətif bəhirlərində, Yapon haykularında və bir çox qərb şeir növlərində maraqlı eksperimentləri var. Və buradan yola çıxaraq mən ümumi olaraq, yəni özümlə o gənc şairi analiz edəndə görürəm ki, həqiqətən bizdən belə istedadlı gənclər yetişir. Məhz buna pozitiv mənada yanaşaraq bu gəncləri elə öz mövqelərinə uyğun istiqamətləndirmək olar, hansı ki, bunu ədəbiyyatımıza qazandırmaq olar. Sən bu buyurduğun sırf tarixə nəzər eləyəndə görürük ki, Hacı Mail Məclisindən çıxan İlqar Fəhmi, Axund Azər, Arif Buzonalı, İlqar Fəhmi ilə günümüzə gələndə sənin özünsən. Yəni görürük ki, şeir, müasir əruz şeiri yaxşıya doğru inkişaf edir, nəinki tənəzzül. Yəni işin sırf bu tərəfdən yanaşaraq əruzu bizdən də sonra gələn nəsillərə yaxşı mənada ötürmək və bunu təbliğ elətdirmək olar. Bizdən sonraki nəsillər bizdən sonraki bizim dövrümüzün detallarını görürlər. Bəzi detallar var ki, həyatın özündə şeir üçün detaldır, həyatda bir əşyadır, ya bir məfhumdur. Amma şeir üçün müəyyən qədər detaldır da o. Şeirdə işlətməyə bir təşbehdir, nəyinsə təşbehidir. Həmişə ustadımız Arif Buzonalı deyir ki, məsələn, keçmişdə oxdan, yaydan danışanda ya müjganın dəldi qəlbimi, bağrımı belə deyəndə onlar müharibə görmüşdülər, bir ox yarası filan görmüşdülər. Ona görə o şeirlər onlara daha çox təsir eləyirdi ki, o oxun ağrısının dadı bax özü. İndi bizim üçün o ox bir qədər yad olduğuna görə ola bilər ki, o dərəcədə şeiri hiss eləmirik. Amma Əlinin bir şeiri var idi. Orada bugün keçmişdə rahinuma deyirlər, həmişə qəzəllərdə yol göstərən bir mürşidə deyirlər. Amma Əli bizim bugün navigator dediyimiz cihazı təşbeh verib şeirə sal. Şeirə salmağı, yəni şeirə sala bilib də, bacara bilib. Poetik formada istifadə. Yəni şeiri götürüb qoyub baxırsan şeirin içində yamaqdır bu. Və özü də onu məsələn o cihazın adını demədən eləyib. Necəsə o şeiri istəyərdi eşidəysən. Mən sənə saf qayğıların mənzili, sən məni tənha buraxan sevgili, mən sənə ithaf olunan nəğmələr, sən məni heç dinləməmiş səhnələr, mən sənə yol tərif edən icadam, sən məni çıxmazlara salmış adam, mən sənə yoxluqda verilmiş həyat, sən məni inkar eləyən mövcudat, mən sənə illərlə oxunmuş qəzəl, sən məni heç anlamamış bir gözəl. Gənc şairlər də şeirlərini bəhbəhlə təqdim eləməyi bir növ təkəbbür kimi bilirlər deyə biraz üstündən tez oxuyub keçirlər, amma oxucular, xeydarlar bilir ki, hiss edir onu ki, şair daha böyüdür qiraətçidən, yəni Əli Məlikli şair olaraq daha böyüdür, nəinki qiraətçi olaraq. İndi bilməyənlər də bilərlər inşallah. Qeyd elədiniz ki, Sovet dövründən sonraki dövrdə, xüsusən Sovetin axırlarında şairlər inkişaf eləməyə başladılar. Sovetin axırlarına nisbətən əruz vəzinli şeir inkişaf elədi. Bunun səbəbini nədə görürsünüz? Çünki Sovetdən əvvələ baxanda o dərəcədə tənəzzül və inkişaf yoxdur. Yəni o mərhələlərə baxanda. Bəli, ciddi zirvələri aşanlar olub. Məsələn, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani. Amma Sovet dövründəki bir növ
tənəzzülün səbəbini nədə görürsünüz? Çünki buna həmişə baxanda bilirlər ki, Sovet dövründə adı çəkilir, məsələn, Vahidin. Vahid özünü Sovetdən əvvəldən götürmüşdü. Özünü Sovet dövründə götürən şairlərin öz hətta tələbələrinin belə gəlib onları üstələməyinin səbəbini nədə görürsünüz? Məhz tariximizin Sovet dönəmində belə bir halın baş verməsində. Ümumiyyətlə, mənim fikrimcə hər bir ustad özündən güclü tələbə yetişdirdiyi təqdirdə ustad olur. Yəni, bir növ ustad müəlliminə qalib gəlib tələbəsinə məğlub olan kəsə deyilir. O ki, Sovet dövrünə gəldikdə, Sovet dövründə Vahiddən sonra əruz şeirində spesifik üslub yox idi. Vahiddən sonra spesifik üslub mən müşahidələrimdə Namiq Şəfaidə görürəm, Hacı Ələmdar Mahirdə görürəm, onun timsalında Axund Azərdən, İlqar Fəhmidə görürəm, bu spesifik üslub özlərinə məxsus yanaşma var şeirdə. Biz də hansı ki, sözü gedən müəlliflərdən bəhrələnib, yaxşı mənada onların şeirlərindən nələrisə mənimsəməyə çalışırıq. Bu, belə deyim, auranın havası müəyyən qədər sənin elə öz şeirlərində də var ki, gözəl söz deməkdən çox sözün özünü gözəl deməyə çalışırıq. Mən də o cümlədən öz şeirlərimdə bunu daha çox təhqiq eləməyə çalışıram ki, əruzun gələcək dövrlərə olan cığırı və yaxud deyə biləriksə körpüsü sırf bu spesifik yoldur mənim fikrimcə. Yəni bu özünə məxsus sözü deyən şairlərin Sovet dövründə biraz az olmasının səbəbini dövrlə bir əlaqəsi yoxdur. Əslində var. Mənim fikrimcə, yəni müstəqilliyimiz bizim əlimizdən alınmışdı. Rusiya hökuməti Azərbaycanı işğal etmişdi. Dilimizi yasaqlamışdı. Şeirlər ancaq hər hansısa öz istədikləri ideologiyaya xidmət etmək üçün şeirlər yazdırırdılar şairlərə. Yazmayanlar isə repressiya qurbanına çevirdilər ki, bunun biz adını ən çox eşitdiyimizdə Mikayıl Müşfiqdir. Sonra Əhməd Cavad və s. Nə qədər şairimiz var ki, repressiya qurbanı olub. Şairlər ümumiyyətlə şair istədiyini yazmalıdır. Ürəyindən gələn söz, ürəyindəki o söz toplusunu vərəqə köçürməlidir. Yəni sən onu məcbur eləyənməzsən hər hansısa ideologiyaya xidmət eləsin, ona dair şeirlər yazsın. Leninə, Qarbaçova və s. Həmin dövrün indi görkəmli şəxsiyyətlərinin adını çəkirəm. Yəni həmin dövrdə bizim ədəbiyyatımızın tənəzzülü məhz bizim müstəqilliyimizin əlimizdə olmaması ilə bağlı idi. Ona görə də buna qarşı çıxan şairlər də güllələyirdilər, öldürürdülər. Qalanları isə onlara tabe olub öz həyatlarını yaşayırdılar. Tam dəqiq cavaba görə təşəkkürümü bildirirəm. Bəs həmişə Sovet dövründəki nisbətən qayğı haqqında danışırlar ədəbiyyata. Filana indi əlinin cavabından da bu məlum oldu ki, o qayğını daha çox ideologiyaya xidmət edənlərə göstəriblər. Bu dövrdə necədir? Məsələn, cəmiyyətin özünün hətta qiymətini baxaq. Yəni Araz yetişdirməkdən danışdı. Şeir məclisləri var, siz də bilirsiniz. Xəzər bölməsi var, gəlib gedirsiniz. Adətən mənə də deyirlər ki, şairlər gəlirmi, yetişdirirsinizmi Azərbaycan üçün ədəbiyyat? Bir sual yaranır məndə, o sualı mənə verən yoxdur ki, mən o ürəyimi boşaldım. Ona görə fürsətdən istifadə edib sizə verirəm o sualı ki, bu yetişdirilən şairlərin sayı cəmiyyətdəki, bugün dövrdəki şeiri olan, şairi olan tələbatdan üstündür, yoxsa aşağıdır? Yəni, cəmiyyətin bu qədər şairi yetişdirilməyinə tələbatı var, yoxsa yoxdur? Sualımız sırf bizim əməkdaşlıq elədiyimiz gənc şairlərdən gedir, yoxsa ümumi cəmiyyət? Ümumi olaraq məncə şair, hətta deyərdim şair çatışmazlığı var cəmiyyətimizdə. Yəni var şeir yazmaq üçün şair olan kəslər, var şair olduğu üçün
şeir yazan kəslər. Biz təəssüf ki, bunları bir-birindən qarışdırırıq, bir-biri ilə səhv salırıq bunları. Məhz bizim keçmişimizdə də ədəbiyyata maraqlı, ədəbiyyata həvəsli bir xalq olduğumuz üçün təbii ki, yəni içimizdə olan oxucular da, xiridarlar da, yazıçılar da bu sahəyə maraq edir. Ancaq bir məktəbdə 300-500 şagird oxuyursa, oradan 2-3 alim çıxır. Yəni bu nəzərlə yanaşsaq da, yəni bir cəmiyyətdə ortalama bir 50-60 ədəbiyyatla məşğul olduğunu hesab edən yazıçı, şair varsa, onların hardasa 5-6-sı tarixdə qalır. Məhz bu da oradan qaynaqlanır ki, təyin edən meyar doğru deyil. Məhz bunu doğru təyin edən bir meyar lazımdır ki, yəni ki, bir insan ömrünü buna, yəni nəticəsini görməyəcəyi bir işə enerjisini, vaxtını sərf eləməsin. Təəssüf ki, ən böyük problemlərimizdən, sıxıntılarımızdan biri də budur. Bir şeir eşitmək istəyərdik səndən, bayaq da qeyd elədin ki, gözəl sözdən çox sözü gözəl deməyi istəyirsən. Bizim tənqidlərimiz gözəl söz olsa da biraz qanımızı qaraldır. İndi səndən sözü gözəl eşitmək istəyirik ki, qanımız qaralmasın. Sənin qəminlə sıxmışam bu qəlbi sıxdığım qədər. Sənin qəminlə sıxmışam bu qəlbi sıxdığım qədər. Yoluxmadım bir özgəyə belə yoluxduğum qədər. İlan kimi içimdə şübhələr də qıvrılıb durur. Görən bu boşluğa düşən olubmu çıxdığım qədər. Eniş yoxuşlu ömrümün yolunda anba-an durub, fələk mənim zamanımı alır buraxdığım qədər. Demə zaman düzəldəcək, ya imtihandır qəlbidə, nə tikmişəm ki ömrə hər ümidi yıxdığım qədər. Qırıq bu qəlbi heç nə rahat etmir ağlamaq kimi, bu gün də ağladım sənə məzarda baxdığım qədər. Əcəb çəkib darıxmağın əfəndi nəzmə, gör haçan, darıxmamışdım heç nəyə belə darıxdığım qədər. Əhsən, Belə. Əgər darıxmağın gözəl şeirlərlə nəticələnirsə, sən özünü arzulayırsan, bilmirəm, biz sənə darıxmaq arzulayırıq. Və bundan əvvəlki sualı Əliyə də vermək istəyirəm. Yetişən şairlər cəmiyyətdəki tələbatı ödəyirmi? Ya şairlərin sayı tələbatdan artıq deyilmi? Ya bu sualı verməkdə məqsədim nədir? Mən məsələn verilişi çəkəndə bunu ilə necə deyərlər, tez-tez üzbəüz gəlirəm bu problemlə. Adətən deyirlər şairlərə yer yoxdur və şeir verilişləri yoxdur filan. Bugün var. Kanal 14-ün rəhbərliyi sağ olsun ki, şərait yaradıb bizim üçün. Amma indi mən şair olduğuma görə hər adamı çağıra da bilmirəm verilişə. Ən azı biraz şeirdə nəsə yazmalı ki, mən onu çağırım, istedadı olmalıdır. Yaşı 30-dan yuxarı bu şeir məclislərində artıq bişmiş insanlar var, dostlarımız var ki, bunlar müxtəlif mövzularda danışa bilirlər. Mənə hansısa mövzu lazım olan kimi yadıma düşən dostlarımızdan onları hər dəfə mən çağıra bilmirəm verilişə. Çünki biri mühafizə xidmətində işləyir, növbəsi düz gəlmir, biri başqa yerdə işləyir. Yaşayışın, necə deyərlər, kimlərinsə kasıblığından şahid eləmirik. Bunların arasında yaxşı yaşayan da var, pis yaşayan da var. Öz sahəsində yəni həmən sahədə də tanınmış adam olan da var. Öz işlərinin də öhdəsindən gəlirlər. Amma hərdən mənim özümdə bədbinlik yaranır. Belə problemlərlə qarşılaşanda özümdə bədbinlik yaranır və baxıram indi 50-nin yaşlarına şeir məclisində. Düşünürəm ki, hə, məsələn, bunları da oxudular, öyrəndilər, yazdılar, səhvlərini düzəltdilər. Müəyyən qədər nəyəsə nail oldular inkişafda. Hə, bunu bu qədər vaxtı sərf eləyib hara üçün yetişdiririk? Mühafizə xidmətinə
mühəssənat bilən adam mı lazımdır və yaxud klassik ədəbiyyatı bilən işıq idarəsinin işçisi mi olsun? Həqiqətən də mən özüm o sualın cavabını bilmirəm ki, yetişən şair cəmiyyətin tələbatından üstündür, yoxsa bu dövrdə ümumiyyətlə bir şairə tələbat var, 10 nəfər yetişir. Çox maraqlı sualdır əslində. Bu bizim yəni ədəbiyyatımızın ən böyük problemlərindən biri də budur ki, cəmiyyətimizdə şairə qayğısızlıq var. Şairə qayğı göstərmirlər. Məsələn, bunu bir misal çəkərək deyəcəm. Mənə sual verirlər bəzən universitetdə ətrafımda. Məsələn, deyirsən, niyə 20-dən artıq şeirin yoxdur? Onlara mən izah edə bilmirəm ki, mənim başqa işlərim də var. Bəli. Mən başqa işlərə də vaxtımı sərf edirəm. Bütün enerjimi orada sərf edirəm. Mən gecə saat 12-də evə gəlib necə oturum şeir yazım o yorğunluqla, o yuxusuzluqla. O hala köklənmək lazımdır, mütaliə lazımdır. Əgər şairə qayğı olsa Və bütün bunları bildiyin halda sən ixtisasını da ədəbiyyatşünaslıq seçmisən. Yəni bir var ki, deyər ki, mən şairəm, amma məsələn gedim bir biznes üzrə ixtisas sahibi olum və yaxud gedim başqa bir ixtisasın sahibi olum. mənim ixtisasım Azərbaycan dili və ədəbiyyat müəllimidir. Yəni diplom elə bir diplomdur ki, yəni sən təkcə Azərbaycan dili ədəbiyyat müəllimi işləməyə də bilərsən, başqa sahələr də yana bilərsən. Ancaq mən Azərbaycan dili və ədəbiyyat müəllimi olacağam. Yenə də yəni qazanacağam da bir şey. İnşallah Allah qoysa. Yəni mən düşünmürəm ki, Mən ədəbiyyatı təkcə özümü düşünmürəm, mən Bilirəm, başqalarını da düşünürəm. Yəni ona görə belə. mən düşünmürəm ki, ədəbiyyatın gələcəyi parlaq deyil və yaxud süquta uğrayacaq. Çünki Vəssalam. bunu bir 30 il bundan əvvəl də düşünürdülər. Hər dövrdə belə bir düşüncə olub ki, deyəsən biz bu əruz vəznində yazan axırıncı nəsilik. Bizdən sonra bu olmayacaq. Hər dövrün şairlərində belə bədbin yanaşmalar olub. Bəzən bir də görürsən ki, bu bir nə bilim şövqdir, bir Allahın vergisidir və bəlkə də bu elə belə də olmalıdır. Bəlkə də müəyyən ağrılar, sarsıntılar olmalıdır ki, qəlb sıxılsın oradan şeir süzülsün, yapantan kimi vursun, bilməm indi nə təşbih verirsin. Adətən şeir də yəni, psixoloji sarsıntıdan yaranan məhfum olduğu üçün bu da bəlkə də pozitiv mənada bir yaradıcılığın ortalığa çıxmağına bir vəsilə olur. Bəli. İndi yəni şairlərin yaxınlarının və deyək cəmiyyətin əlinə də bir bəhanə verməyək ki, yəni sonra deyərlər ki, sizi incidirik ki, yaxşı şeirlər biz bu ilə ədəbiyyata xidmət göstəririk. Əslində əruz, yəni əvvəl klassik ədəbiyyatda bilirik ki, o bayaq dediyim şey, sıx izafət tərkibləri və ya başa düşmədiyimiz sözlər olsun. Məsələn, artıq onu biz öz dilimizdə əruza köçürürük. Əruz qəlbinə sıxışdırıb yaza bilirik. O izafət tərkiblərindən qaçırıq və ya təşbihləri də dəyişmişik. Əvvəl gül bülbül idisə, oxuya idisə, məsələn indi dəyişib olub sevgilinin gəlməməsini pişiyin askırmasına bağlayan kimdir? Cehizi şeirlə müqayisə edən, sən Kamal özün və s. Arazda var. Məsələn, çoxdur da, yəni təşbihlər inkişaf edir, sözlər inkişaf edir. Bu inkişaf edir. Yəni əruz həmişə ayaqda qalacaq, o ritm ayaqda qalacaq. Bu yeni ifadələri qeyd elədin. Bəzi sözlər var ki, bu gün Anadolu türkçəsindən adi danışıq dilinə keçir, nitqə keçir, nitqlər də var. Dil hələ onları almış sayılmır. Sənin şeirlərində bəzən rast gəlinir bunlara. Çıxmazlar da deyəsən oradan götürürsən. Və yəni bəzi hallarda rast gəlinir. Olmazları oldurmaq filan. Necəsə onu şeirin içində əridirsən, biraz nəfəsində də gözəlliyi var. Məsələn, başqası desə bəlkə də qulağa deşər o. Sən deyirsən alınır, amma bunu sənə irad kimi də bildirə bilərlər. Bu iradlara, çünki sən deyirsən inkişaf, yeni ifadələr filan. Bunu dilin itməsi kimi də qiymətləndirə bilərlər. Ki, sən bu ifadələri dəyişirsən, sonra cəmaət keçmişin şairləri necə başa düşəcək? Bugün biz Füzuli lüğətlə oxuyuruq. Bunlar da bugünün şairləri. Mən oxumayacaqlar da lüğətdən. Mən yəni indi elə bir dildə yazmağa çalışıram ki, 100 il sonra məni
üzdən oxusunlar, başa düşsünlər. Bəs 150 ildən sonra bir dənə sənin kimi şair O da təzə bir yetişir. şey. Hə, onun da adı Əli olur və o da yeni ifadə, o dövrün danışıq dilində və yaxud filmlərdən, başqa hansısa qardaş xalqların leksikonundan ifadələri gətirib gəlir və sənin bu işlətdiyin başa düşülmür. Və bu belə də davam eləyir. Əslində bu belə də davam etməlidir. Çünki dil inkişaf edir. Dilimizə gündən-günə dövrün tələbinə, tələbatına uyğun olaraq sözlər daxil olur və ya sözlər köhnəlir, yeni sözlər daxil olur. Yəni bu olmalıdır. Mən çalışıram ki, Yəni şairlər qoruyucu funksiya daşımalıdır, yoxsa bu prosesin içində, yoxsa şairlər də elə bu prosesə qoşulmalıdırlar? Bu ümumiyyətlə əruz iki yerə bölünür. Ümumi əruz var, bir də var milli əruz. Ümumi əruz ərəb, fars, türk ortaq əruzdur. Dillərin ortaq əruzudur. Milli əruz isə bizim öz dilimizdə məsələn üçün yazdığımız əruz bizim milli əruzumuzdur. Mən də çalışıram ki, o milli ənənəni davam elətdirim. Təşəkkür edirik. İndi Arazdan da bir milli əruz şeir nümunəsi istəyərdik eşidək. Eşqdən başladı qəlbimdəki qırğınlıqlar. Eşqdən zülmətə dönməkdədir aydınlıqlar. Eşqdən doymadı bu zillətə düşkün acılar. Eşqdən bitmədi sonluqdakı başlanğıclar. Eşqdəndir ki, sənin tənən ilə etmədim ah. Eşqdən bəlkə edibdi rəzil iblis günah. Eşqdən öpdü gülüstanı bütün irmaqlar. Eşqdən nuş edir insanları həm torpaqlar. Eşqdən zülməti öz bətninə ay eylədi həbs. Eşqdən saçmadadır nuru təmənnasız şəms. Eşqdən istəməmiş həm ola Yusif azad. Eşqdəndir ki, külüngün daşa çalmış Fərhad. Eşqdir kökləyən insanları yalnız hədəfə. Eşqdir çöktürən hər gün dizi 17 dəfə. Eşqdir sevdirən hər il payızın ətrində. Eşqdir bəsləyən insanı xuda xətrində. Eşqdir nifrətin əslində əsas məzmuni. Eşqdir şövq ilə səhraya salan məcnuni. Eşqdir qorxunun imandakı keçmiş adı. Eşqdir nəfs ilə birlikdə könül cəlladı. Eşqdir yoxluğa heçli ilə salan insanı. Eşqdir şövq ilə tərsayə çəkən sənanı. Eşqdir sevgilərin daxili surətdə üzü. Eşqdir Əl-Qərazadəm, həm Allahın özü. Təşəkkür edirik Araz. Eşqi vəsf eləmisən, necə deyərlər, şeiriyyatın əbədi, əzəli mövzusunu, yəni mövzusu olan məfhumu və bir qədər də amma danışığımız şeiriyyatın gələcəyindən və qayğılardan oldu. Və yəqin ki, bizə şairlər də baxırlar və düşünürəm ki, bir hansısa şair tamaşaçımız baxar bizim danışdıqlarımıza və ona təbii belə bir misra verər ki, eşq olan yerdə nə hacət bunlara? Birdən gəldi. Bunu soruşmaq istəyirəm səndən. Eşq olan yerdə əgər şeiriyyata eşqimiz, şövqümüz varsa, biz məğlub olarıq, yoxsa qalib? Bu problemlərin qarşısında. Məncə bu yaradıcılığın demək olarsa bir fərdi kimi, yəni naqis bir fərdi kimi məncə qalib olarıq, nəinki məğlub. Təşəkkür edirəm və yəni ən azı bu qədər sıxıntıların içində gələcəyə nikbin baxa bildiyinə görə və ədəbiyyatın gələcəyindən yenə bir şeir eşitmək istəyərdik ki, o dövrün, tutaq ki, bir 10 ildən, 20 ildən sonranın insanların zövqünü mən təyin etmək istəyəndə həmişə bugün 20 yaşında olan şairlərə baxıram da. Buna görə hər şair də öz zövqünü yazır şeirdə. Zövqünə uyğun şeir yazır. Yazdığı şeir birinci növbədə
öz zövqünə uyğun olur. Elə bir öz zövqünə uyğun olan şeirlərini eşitmək istəyərdik. Əhv qıl şairi dil xəstə əyyaşı daha, saqi süz badiyəmi durma itib başı daha. Günbəgün həsrətin ilə o qədər ağlamışam, ey nigarım quruyub gözlərimin yaşı daha. Dön gülüm, aldığı məngüşləri əngüştünə tax, baxıram sandığa qaldıqca düşür qaşı daha. Könlümə susmağı öyrətdim, ümidsizləşdi, dilimin oldu nə bir bəlkəsi, nə kaşı daha. Sən Ey könül, sevdiyim ol yar gedəndən bu yana, əlinin olmadı bu dəhridə yoldaşı daha. Əlinin olmadı bu dəhridə yoldaşı daha. əziz tamaşaçılar, gözəl şeirlər eşitdik. Müəyyən qədər qayğılardan danışdıq. Əruz vəzinli şeirin gələcəyi barəsində danışdıq. Bizim bir məşhur filmimizdə cehiz almaq problemini xoşbəxtlik qayğıları kimi adlandırmışdılar və belə bir filmimiz var idi. Və düşünürəm ki, bizim də qayğılarımız xeyir bir işə vəsilə olsun deyə var və biz də bunu xoşbəxtlik qayğıları adlandırırıq. Nə qədər ki insan var, eşq olacaq, nə qədər ki eşq var, şeiriyyat da olacaq. Sizə də eşq dolu ömür arzulayırıq. Bir ömür insan yaşar, eşq isə baxmaz yaşa. Eşq elə bir ömrüdür, kimsə yetirməz başa.